Salam aleykum. Deməli burada azot üstə gəl 3 H2 əmələ gəlir 2NH3. Deməli burada yazıram azot, yazıram hidrogen, yazıram amonyak, başlanğıc sərf və tarallıq yazıram. Başlanğıc N mol, hidrogen 2 mol, amonyak sağda durduğuna görə başlanğıcı sərfi yoxdur. Və burada görürsünüz ki, hidrogenin molca 75%, yəni 2N'in 0,75'e vurmaqla 2N vurulsun 0,75, yəni 1,5N'i sərf olur, qalır 0,5N və bu 1,5N sərf olunanda azot deməli 0,5N sərf olur, qalır 0,5N. Hidrogen 1,5N sərf olunanda amonyak N alınır. Bunların cəmi ümumən 4 mol eləyir. Azot 0,5N, hidrogen 0,5N, amonyak N 4'e bərabərdir. N də buradan 2'ye bərabərdir. 0,5'i 2'ye vuranda 1, 0,5'i 2'ye vuranda 1, N də 2'dir və tarallıq sabiti bərabərdir. Surətdə amonyakın kvadratı, yəni 2'nin kvadratı 4. Aşağıda azot vurulsun hidrogenin kubu. Doğru cavab 4'e bərabər olacaq.